Məsələ 4, y bərabərdir x-in üstü x, onun da üstü x sonsuzluğa qədər olarsa, y ştirik 1-i tapılır. Verilən funksiya üstülüyün mürəkkəb funksiyadır. Əvvəlcə funksiyanın özünü yazırıq. X-in üstü x, x və s. Gördüyünüz kimi x-in qüvvəti bu elə y-in özüdür. Onda mən bunu yaza bilərəm, bərabərdir x-in üstü y. Və biz burada funksiyamız oldu y bərabərdir x-in üstü y. Törəmənin natural loqaritmanın köməyi ilə tapırıq. Hər iki tərəfi y əsasdan loqaritmləyirəm. Ln y bərabərdir. Ln x-in üstü y və buradan aldım ki, ln y bərabərdir. Loqaritma xassəsinə görə y gəldi qarşıya, y ln x-ə. Və hər iki tərəfdən törəmə alıram. Ln y-in törəməsi bərabərdir y vuraq ln x-in törəməsi. Buradan da çıxır ki, mürəkkəb funksiya olduğundan ln y-in törəməsi verir 1 bölək y vuraq y ştirik. Bərabərdir. Bu v-nin törəməsi kimi tapırıq sağ tərəfi y ştirik vuraq ln x. Üstə gəl y vuraq ln x-in törəməsi də 1 bölək x verir. Və buradan hər iki tərəfi bərabərliyini y-ə vururam. Y ştirik bərabərdir. Y ştirik y ln x üstə gəl y kvadratı bölək x alırıq. Sağ tərəfdəki y ştirikdən asıl ifadəni sol tərəfə keçirdirəm. Y ştirik çıxaq y ştirik y ln x bərabərdir y kvadrat bölək x-ə. Buradan y ştiriki ortaq vuruq kimi çıxardırıq. Y ştirik 1 minus y ln x bərabərdir y kvadrat bölünsün x-ə. Y ştiriki tapırıq. Y ştirik bərabərdir. Y kvadrat bölünsün x vuraq 1 minus y ln x. Y-in də qiymətini yerinə yaza bilərik. Bu olacaq y kvadratı olacaq x-in üstü 2, x-in üstü x və s. X 1 çıxaq x-in üstü x, x və s. ln x. Və x-in yerinə 1 yazanda y ştirik 1 bərabərdir. X-lər hamısı 1 yazanda surət verir 1, məxrəclər 1, ln 1. Bilirsiniz ki, vahidin istənilən loqaritması 0-a bərabərdir. 1 vuraq 1, 1 bölək 1 alınır, cavab 1. Beləliklə, bu məsələnin cavabı y ştirik 1-də elə vahidə bərabərdir.